Anası Naxçıvanlı, atası Özbək. Qohumluğun kökləri bu görüşdə yenidən canlanır. Türk Dövlətləri Təşkilatlarına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda iştirak üçün Naxçıvana gələn Özbəkistanlı Babur Bekmuradov bunu fürsət bilib babasının məzarını ziyarət etdi. Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının komitə sədri Babur Bekmuradov Naxçıvandadır və heç vaxt görmədiyi babasının məzarını ziyarət eləməyə gəlib. Çünki sizin ananız Naxçıvanlıdır. Hörmətli Babur Bekmuradov, ananızın vətəni doğma Naxçıvanda özünüzü necə hiss edirsiniz? Mənim üçün bu torpaqda anamın, babamın vətəni olan Naxçıvanda olmaq böyük məmnuniyyət və xoşbəxtlikdir. İlk dəfə yaxın qohumlarımı gördüm. Öz vətənim Naxçıvanı ziyarət edə bildim. Burada mənə hər şey çox xoş gəldi. Ananız, görmədiyiniz babanız, qohumlarınız haqqında sizə nə danışırdı? Anam mənə həmişə onun necə bir xarakteri, necə mehriban insan olduğu barədə danışıb. Kimsə ona nə gözəl köynəyin var desə, o dərhal çıxarıb verirdi. O qədər səxavətli, o qədər xeyirxah bir insan olub. Bugün onun haqqında daha çox danışdılar. Düşünürəm ki, onun səxavəti, xarakteri, o mülayimliyi həm məndə, həm də anamda yaşayır. Bugün onun məzarını ziyarət etmək mənim üçün böyük şərəfdir. Təəssüf ki, həyatda biz onunla görüşə bilmədik. Bundan sonra qohumlarınızı görmək üçün Naxçıvana tez-tez gələcəksiniz? Naxçıvana daha tez-tez gələcəyimə çox ümidliyəm. Çünki Naxçıvan mənim qəlbimdədir. Bu şəhərə heyran qaldım və ümid edirəm ki, bura gəlmək üçün daha çox imkanım olacaq. Çox ümid edirəm ki, Zəngəzur dəhlizi açılacaq. Biz cənab İlham Əliyevin diplomatiyasına inanırıq. Zəngəzur dəhlizi açılarsa, türk dünyası daha da yaxınlaşacaq. Biz bir-birimizə daha çox gedib gələcəyik və əvvəl olduğu kimi Naxçıvanla türk dünyasının qalan hissəsi arasında artıq belə bir məsafə olmayacaq. Necə oldu ki, bu görüş baş tutdu? Bacımın sayəsində təbii ki, Babur müəllim anasının vətənini görmək üçün buraya gələcəyini dedi. Ona görə də mən onu dedim, həm anasının vətəni ilə tanış olsun, həm də görmədiyi qohumları ilə tanış olsun. Belə bu sayədə gerçəkləşdi. İlk dəfə görürsünüz, ilk dəfə görüşürsünüz. Baburla bəli, ilk dəfədir görüşürük. Duyğularınızı bölüşərsiniz. Duyğularım valla çox yoğun, yəni belə çox sevindim həqiqətən onu gördüyümə. Yəni doğmamdır, illərdir uzaq düşüb. Bu gün özümü o qədər xoşbəxt hiss elədim ki, balamı gördüm. 26 noyabr 2025-ci ildə qəhrəmanımız köklərinə, Naxçıvan isə övladına qovuşdu. Türk Dövlətləri Təşkilatlarına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu isə bir nəslin tale yolunun, yaddaşının və həsrətinin birləşdiyi tarixi məqam oldu.